ставить ножку. Вот обратите внимание, раньше это было невозможно сделать. Ножки ставятся уже две. Упражнение он уже делает более-менее спокойно. Единственное, что у него пока проблема остается со спиной. Ömer, elini ver. Elini ver. Вот, молодец. Он не может практически сидеть, вот обратите внимание. Он вот так вот практически сидеть не может, держа спинку. У него совершенно не развита спинка, совершенно она не работает. То есть как только он садится, он сразу должен лечь. По-другому никак. Давай, elini ver. Ömer, elini ver, давай пробуй. Да, biz idman eləyirik. Давай. Sağ el, sol el. Давай, ver mənə. Давай, elini ver бura. Но у нас уже получается намного лучше. Как бы он не халтурил, все равно мы стараемся это все делать и растягивать. İdman eləyirik. Давай sen onu bırak hələ ki. El qabağa. Молодец. Əziz tamaşaçılarımız, gördüğünüz bu Ömer'in... Сколько ему у Умара? Сколько ему? 9 лет, кажется. 8. 9 или 8 или 9 da что. Deməli, 8-9 yaşı var. Biraz öncə mən valideynlərə buradan üzümü tuttum, səsləndim. У них в рационе используется много всяких витаминов. Надо или нет? Нужно или нет? Смотрите, значит, витамины вещь очень неоднозначная, к сожалению. Bir mənalı deyil bu vitamin məsələsi. Скажем так, поскольку у многих из этих детей есть нарушение пищеварения, то есть вот по той или иной причине, Bu uşaqların əksəriyyətində aydındır ki, maddələr mübadiləsinin pozulması var. Действительно есть дефицит каких-то витаминов. Aydın məsələdir ki, bəzi vitaminlərin də çatışmamazlığı var bu uşaqlarda. И действительно, если некоторым детям добавить некоторые витамины, то можно увидеть улучшение. Və bəzi uşaqlarda həqiqətən də hansı vitaminin ki çatışmamazlığı var, o vitamini bu uşaqlara əlavə edəndə həqiqətən bu uşaqlarda müsbət dəyişiklikləri tez bir zamanda görürsən. Но также, если некоторым другим детям добавить витамины, то можно увидеть резкое ухудшение. Amma bəzi uşaqlarda fərdi qaydadadır. Bəzi uşaqlarda vitamin əlavələrindən sonra müalicənin getdiyini şahid olursan. Я должен дополнить. Əlavə etmək istəyirəm. По поводу того, что Юсефа сказала, что если некоторым детям добавить витамины, вроде бы правильные, те, которых не хватает по анализам, может стать очень плохо. Вот конкретно это происходило с тем человеком, который сюда приходил как-то, это Виктор из Украины. Вот он на собственном опыте это узнал, что если давать, он дал ребенку витамины, которые там и врачи посоветовали, посмотрев на анализы, и ребенку стало очень плохо. Məsələ burasındadır ki, yadınızdadır əziz tamaşaçılarımız, Viktor bizim proqramımıza da gəlmişdi, Ukraynadan gəlmişlər. Başında papağı saxlayırdı uşaq, yadınıza gəlir əziz tamaşaçılarımız. Bir neçə aydan sonra, müalicədən sonra uşaq papağı tamamilə başından çıxartdı. David bəy söylüyor ki, həkim analizindən sonra hansı vitaminlər ki uşağın orqanizmində çatışmır, o vitaminləri uşağa verdikdən sonra belə təsəvvürünüzə gətirirsiniz, uşaqda anidən pisləşməyə doğru getmişdir məsələ. Yəni, bu dərəcədə mürəkkəbdir. Bu dərəcədə bu uşaqlarla o qədər ehtiyatlı davranmaq lazımdır ki, yəni etapla bu müalicəni etapla aparmaq lazımdır. Продолжаем про витамины. Про витамины. Потому что витамины сегодня, они стали очень модными. Есть много людей, которые занимаются нутрициологией, еще там чем-то. İndi dəbdə olan məsələdir. Mənim dediyimə gəlir Yusifə xanım. Həqiqətən dəbdədir. Vitaminlərlə bağlı çoxlu mediadan da biz eşidirik. Bu vitamini içmək lazımdır, bu vitamindən istifadə etmək lazımdır. И они назначают детям большие dozы. Böyük dozalarda uşaqlara deməli resept yazılır müəyyən vitaminlərlə bağlı. И вот откуда мы про все это узнаем? Ну, во-первых, читаем, а во-вторых, biz bunları nədən bilirik? Aydın məsələdir ki, biz oxuyuruq, öyrənirik, bunlar haqqında daha çox məlumatlanırıq. К нам приходят дети, получившие осложнения от этих Və bizə gələn uşaqların böyük əksəriyyəti bax bu vitamin məsələlərindən sonra ağırlaşmalarla bizə gələn uşaqlardır.
Вот, например, последняя, так сказать, мода Ага, в этой ахырıncı bir области dəb var. – это назначать детям большие дозы йода. Məsələn, bu dəb halına gəlib, son vaxtlar uşaqlara böyük dozalarda yod vitamin çatışmamasında yod verilir uşaqlara. Yodu çatışmır uşağın. То есть ребенку дается добавка йодосодержащая с достаточно высокой концентрацией йода. Aha, demək qida əlavəsi olaraq demək uşaqlara böyük dozalarda bax bu verilir, tətbiq olunur. И у ребенка может очень быстро наступить передозировка этого йода. Aha, Вот один такой ребенок у нас nədir? буквально недавно был. Peridozirovka. Yəni həddindən artıq qəbul etmə. Aha, həddindən artıq qəbul etmə. Bu halları yaşayır uşaq. Aha, Да, artıq и- doza alma. Скажем так, то есть получается, что лечили одно, а испортили другое. Biz deməli el sözü var ya bizdə deyir, qaş düzəltdiyimiz yerdə vurub gözünü də çıxartmışıq. Yəni yaxşılığa doğru getmək əvəzinə bax bu vitaminin artıq olması dozanı aşdığımıza görə uşaqda daha da pisləşməyə doğru gedib vəziyyət. Потому что передозировкой йода можно очень сильно нарушить работу щитовидной железы. И, скажем так, есть ситуации, когда она просто не вернется к нормальному функционированию, если даже вот убрать эту добавку. Deməli, yodun artıqlığı, dozanı aşmaq uşaqda o bədəndə olan dəmir balansını qeyri-sabit vəziyyətə gətirir. Yəni bu da normal hal demək deyil. Burada yəni müxtəlif digər artıq deyək ki, özünü digər simptomlarla özünü göstərə bilər. Вот, поэтому, с одной стороны, понятно желание родителей дать ребенку недостающее, чтобы восполнить дефицит. Ha, bir tərəfdən uşaqda çatışmayan o vitaminləri valideynlər çox həvəslidirlər ki, uşağa versinlər ki, müəyyən vitaminlər uşaqda çatışmır. А с другой стороны, лучше это делать с правильным питанием. Aha, amma digər tərəfdən isə nəinki vitamin uşağa vermək, yəni həb olaraq və yaxud sirop olaraq vitaminləri vermək daha yaxşı olar ki, bunu uşağı qidalanma, normal qidalanmasında uşağı o vitaminlərlə zənginləşdirmək. Yəni yeməyinə düzgün riayət eləmək. Вот, например, Виктор, которого Давид упомянул, он очень внимательный Как? отец. Виктор. Виктор, ага. Да, он очень внимательный отец, и он как бы давно понял, что ребенку не подходят никакие искусственные витамины, то есть никакой синтетики, и натуральные подходят тоже далеко не все. Поэтому он для себя там выработал метод, как он вычисляет, что ребенку можно, потом пробует, смотрит на ее реакцию. В общем, сейчас вот последний раз они когда были, уже слегка ее реакции, так сказать, стали не такими острыми и резкими, но все равно, в общем, пока ее желудочно-кишечный тракт дорастет до того, что она сможет более-менее нормально как бы кушать обычную пищу, в общем, нужно быть очень осторожным. И таких детей очень много. Bax, belə valideynlərdən biri də Viktordur. Viktoru tanıyırsınız əziz tamaşaçılarımız. Они приехали из Украины, правда? Ukraynadan proqramımıza da gəlmişdilər. Viktorun balaca bir qızı vardı və Viktor özü, baxın, yəni belə valideynlər azdır. Adətən biz belə tip anaları görürük. Yəni uşağın hansı vitamin çatışır, hansı vitamin çatışmır, nəyi yeməlidir, nəyi içməlidir. Amma Viktor uşağın atası olaraq, yəni o qədər detallı şəkildə özü təcrübədən keçirmişdi. Yosifa xanım onu söylüyor ki, yəni biz də təəccübləndik ki, Viktor özü təcrübədən keçirmişdi. Uşaqda hansı vitaminlər çatışmır və hansı vitamini ona verdim. Bu vitamini verəndən sonra uşaqda nə baş verdi, nə kimi dəyişikliklər oldu. Bəli, uşağı izləyib, Elmira xanım düz deyir, uşağı izləyib ki, bu vitamindən sonra uşaqda nə baş verdi. Я хочу сказать очень важную вещь и прошу родителей и заинтересованных лиц это услышать. Многие родители совершают ошибку, думая, что если ребенку вот давать витамины какие-то, то у него внутри витамины прибавятся. Так происходит очень редко. Витамины могут усвоиться только тогда, когда организм, пищеварительная система может их усвоить и перевести вовнутрь. Əsas məsələ budur. Bizim mədə-bağırsaq sistemimiz
normal olmalıdır ki, bizə həb şəklində, sirop şəklində qəbul etdiyimiz və yaxud uşağa verdiyimiz vitamini o mədə bağırsaq alsın və bədənə ötürsün. Yəni mədə bağırsaq düzgün işləmirsə, siz o uşağa nə qədər vitamin versəniz də, o vitamini uşaq necə ki qəbul edəcək, o formada da bədəndən xaric olacaq. Yəni bədənin o hüceyrələrinə, qanına o vitamin getməyəcək. Да, и как показывает практика, Praktikamız bunu göstərir. у абсолютного большинства особых детей есть повреждение желудочно-кишечного тракта, и они не усваивают то, что приходит с пищей, в том числе витамины. Bizim praktikamız, təcrübəmiz bunu göstərir ki, bu tip uşaqlarda əsasən mədə-bağırsaq sistemi düzgün işləmədiyinə görə verilən vitaminləri də onlar doğru düzgün bədənə, yəni ala bilmirlər. Yəni praktikalarından söylüyorlar. Хотите что-то продолжать? Да, Добавить. в некоторых случаях можно только витаминами добиться того, что у ребенка обычный аутизм перейдет в какой-нибудь церебральный паралич. Мы такие случаи видели. Hətta belə hadisələr də var ki, məsələn, hətta vitaminlər səbəb ola bilər ki, məsələn, autizmdir, uşaqda autizm simptomları var. Daha sonra, yəni düzgün bu vitaminlərdən düzgün istifadə etməməyin nəticəsi ola bilər ki, uşaq serebral iflicə gətirib çıxara bilər. Çox ehtiyatlı olmaq lazımdır. Çox ehtiyatlı olmaq lazımdır. Bəli, yəni vitaminlərdən düzgün istifadə etmək lazımdır. Vitamin çatışmırsa uşağa vitamin verək, hər şey gözəl olacaq, bu doğru deyil. Да, важно знать, вот, дополняя то, что Aha, əsas Исефа məsələlərdən говорит, biri. важно знать, что, например, и это известный факт, витамином D Vitamin можно очень сильно повредить печень, Aha. можно отравить печень очень Aha, сильно. vitamin D. Biz elə bilirik ki, uşaqda vitamin D çatışmamazlığı varsa, vitamin D verəcəksə hər şey gözəl olacaq. Amma vitamin D-nin